Bu gün sizinlə pomidor yumurtanın hazırlanmasını bölüşürəm. Pomidorları plus formasında kəsib 15 dəqiqə qaynar suda saxlayıram. Soğan və sarımsağı xırda doğrayıram. Pomidorların qabığını soyub doğrayıram. Sarımsaq və soğanı bir qədər qovurduqdan sonra üzərinə xırda doğranmış biberləri əlavə edib bir qədər qovururam. Üzərinə duz istiot əlavə edirəm. Doğranmış pomidorları əlavə edib, orta istilikdə tavanın qapağını örtərək bişirirəm. Təxminən 15 dəqiqə. Göstərdiyim kimi olduqda isə üzərinə yumurta əlavə edib, piltənin istiliyini azaldıram və yumurta bişənə kimi bişirirəm. Sonda isə üzərinə göyərti səpirəm. Hələlik.